birce günü ay olar. Gözlemesin, gözlemesin neylesin, of gözlemesin, gözlemesin neylesin. Elçi gönderer kıza, yüreği döner buza. Deyərlər cehiz yığaq, toyun qalsın payıza. Deyərlər cehiz yığaq, toyun qalsın payıza. Gözlemesin, gözlemesin neylesin, of gözlemesin, gözlemesin neylesin. Her ay dönür bir ile, oğlan gelir kız gile, onu tuturlar dile. Deyirlər tezdir hələ, onu tuturlar dile. Deyirlər tezdir hələ, gözlemesin, gözlemesin neylesin, of gözlemesin, gözlemesin neylesin. Gözlemesin, gözlemesin neylesin. Основана на реальной истории. Her ay dönür bir ile, oğlan gelir kız gile, onu tuturlar dile. Erklik bir seçimdir. Ama bazen bu seçim tehlikeye çevrilir. Nəzarətsiz pirat mənbələr uşaqlara zərərli təsir göstərə bilər. Keyfiyyətsiz siqnal, yarımçıq izləmə. Pirat xidmətinin reallığı budur. Ucuz görünən xidmət çox vaxt səni məyus edir. Bəzən bu seçim yalnız vaxtını deyil, pulunu da aparır.
Pirat yayım qanunsuz və təhlükəlidir. Həll sadədir. Yalnız rəsmi, lisenziyalı mənbələrdən istifadə et. Unutma, pirat yayım təkcə qanun pozuntusu deyil, həm də ölkənin iqtisadiyyatına zərbədir. Azərbaycan Respublikası Audio-Vizual Şurası. Pirat yayımla mübarizə birgə məsuliyyətdir. Hər vaxtınız xeyirli olsun, dəyərli Showtime izləyiciləri. Showplus'da Showtime verilişini izləyirsiniz. Həftənin 5 günü evlərinizin qonağıyam. Ümid edirəm ki, əhvalınız yaxşıdır. Daha da pozitiv, şən və ən əsası rəngarəng əhval-ruhiyyədə olmağınızı arzulayıram. Və ilk olaraq günün səbəbkarlarını, doğum günü olan hər kəsi ürəkdən təbrik edirəm. Bugün sizin gününüzdür, gününüz mübarək. Siz öz doğmalarınızın, əzizlərinizin, sevdiklərinizin doğum gününü, toy, nişan, xına gününü fərqli şəkildə təbrik eləmək istəyirsinizsə, sevgi etirafınız varsa, uzaqda yaşayan doğmanızı bircə salamla xoşbəxt eləmək istəyirsinizsə 05801 07 WhatsApp nömrəmiz ismarıcınlarınızın yolunu gözləyir. Hər veriliş müxtəlif mövzulara toxunuruq. O mövzular ətrafında bir-birindən fərqli, maraqlı müzakirələr edirik. Düşünürəm ki, bugün də maraqlı bir mövzuya toxunmuşuq. Mövzumuz isə təbiətdə baş verən hadisələrlə bağlıdır. Ümumiyyətlə, ən sevdiyiniz təbiət hadisəsi hansıdır? Bax, bununla bağlı fikirlərinizi mütləq bizimlə bölüşün. Biz isə indi keçid edirik gözəl bir klipə, gözəl bir musiqi ilə əhvalımızı daha da yüksəltdikdən sonra yenidən bir arada olacağıq. Siz də həmin anda keçirsiniz mətbəxə, çayınızı, kofenizi götürüb ekran qarşısında əyləşib diqqətlə bizi, Showtime-ı izləyirsiniz. Biz isə başladıq. Zülfün sürünsün, sümbüller al yaşıl dona bürünsün. Sen yeri arxanca
zülfün sürünsün. Sümbüller al yaşıl dona bürünsün. Güneş camalını aç, aşkar görünsün. Bahar bir taraftan, yay bir taraftan. Güneş camalını aç, aşkar görünsün. Bahar bir taraftan, yay bir taraftan. Oxunsun elimin zəfər nəğməsi, Vahidin qəzəli, xanın xoş səsi. Oxunsun elimin zəfər nəğməsi, Vahidin qəzəli, xumarın səsi. Yenə də bəzəsin bizim məclisi, şərbət bir tərəfdən, çay bir tərəfdən. Şərbət bir tərəfdən, çay bir tərəfdən. Həsrətin yandırır pərvanələri, qoyma yaxına biganələri. Həsrətin yandırır pərvanələri, qoyma yaxınına biganələri. Açma zülfündəki divanələri, bağla bir tərəfdən, say bir tərəfdən. Açma zülfündəki divanələri, bağla bir tərəfdən, say bir tərəfdən. Oxunsun elimin zəfər nəğməsi, Vahidin qəzəli, xanın xoş səsi. Oxunsun elimin zəfər nəğməsi, Vahidin qəzəli, xumarın səsi. Yenə də bəzəsin bizim məclisi, şərbət bir tərəfdən, çay bir tərəfdən. Şərbət bir tərəfdən, çay bir tərəfdən. Şərbət bir tərəfdən, çay bir tərəfdən. Şərab bir tərəfdən, çay bir tərəfdən. Dəyərli əziz tamaşaçılar, davam edirik. Mövzumuz ən sevdiyiniz təbiət hadisəsi hansıdır? Bax, bununla bağlı fikirlərinizi 058010717 WhatsApp nömrəmizə yazmaq üçün tələsin. İsmarıcılarımız artıq gəlməyə başlayıb. Salam, sizə yazan Nərgiz xanımdır. Mən səhərlər günəşin doğmasını çox sevirəm. O mənzərəni heç nəyə dəyişmərəm. Salam, hər vaxtınız xeyir olsun. Hal-hazırda tək ehtiyacım olan, mənə hüzur verən yağışın yağmasını istəyirəm. Ən sevdiyim təbiət hadisəsidir yağışın yağması. Bugün cənnətdən gələn ən yaxşı mələk bu yer üzündə doğuldu və sonra mənim gözəl anam oldu. Az günün mübarək, canım anam. Balaca qızım Mirayın 3 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edirəm. Babası Ehtiram, nənəsi Zəhra, anası Nərgiz, atası Mahir bəy. Balaca Miraya uzun ömür, can sağlığı, gözəl və xoş illər arzulayırıq. İmişlidən salam olsun sizə, biz də buradan İmişliyə salam göndəririk. Mənim qonşum Rəhlə xanımın doğum günüdür. 3 gün əvvəl daha doğrusu doğum günü olub, amma təbrik etməyi unutmuşdum. Onu ürəkdən təbrik edirəm. Sağlıqlı, uzun ömür arzulayıram. Üzü hər zaman gülsün. İstədim sizin vasitənizlə təbrik edib, həm də könlünü almış olum. Gecikdirdiyimə görə çox düz etmişsiniz. Biz də buradan dəyərli qonşunuz Rəhlə xanım ürəkdən təbrik edirik. Ona uzun ömür, sağlıqlı ömür, can sağlığı arzulayırıq. Tək onu demək istəyirəm ki,
bircə bu yay tez bitərdi deyə izləyicimiz bildirib. Əslində yolun elə ta əvvəlindəyi hələ gözəl isti yay günləri bizi gözləyir. Yəqin isti ilə aranız yoxdur, ona görə bax belə istəmirsiniz yayın gəlməyini. Nə deyək? İnşallah ki, tez bir zamanda öz istədiyiniz fəsilə qovuşarsınız. Zəhmət olmasa bürcləri səsləndirin deyə izləyicimiz bildirib. Biz də izləyicimizin istəyini, xahişini nəzərə alaraq bürcləri səsləndirmək istəyirəm. Qoç bürcləri, ekrana yaxın əyləşin. Xoşbəxt bir həyat üçün zehni möhkəmliyinizi inkişaf etdirin. Maliyyə sıxıntılarının qarşısını almaq üçün büdcənizə sadiq qalın. Bugün səbriniz məhdud olacaq, lakin diqqətli olun. Çünki sərt və ya qeyri-sabit sözlər ətrafınızdakı insanları incidə bilər. Sevgi həyatınızdakı sizə acı verən hadisələri bağışlayın. Bugün əldə etdiyiniz əlavə biliklər həmyaşıtlar ilə ünsiyyətdə sizə üstünlük verəcək. Onların sizin üçün çox gözəl faydası olacaq. Fikrinizi soruşduqda utanmayın. Bunun üçün çox yüksək qiymətləndiriləcəksiniz. Partnyorunuzla köhnə, gözəl, romantik günləri yenidən yaşaya bilərsiniz. Bunun üçün keçmiş vaxtlarda, ötən günlərdə vaxt keçirdiyiniz yerlərə gedə bilərsiniz. Əvvəllər etmiş olduğunuz o sürprizləri də artıq yenidən, belə deyək, bərpa etmə zamanı gəlib, o sürprizləri yenidən qarşı tərəfə etməyin vaxtıdır. Buğalar, evdəki iş təzyiqi və harmoniya bir qədər stresə səbəb ola bilər. Müvəqqəti borc üçün sizə müraciət edənlərə borc verməyin. Ev tapşırıqlarını yerinə yetirmək üçün uşaqlara kömək etməyə çalışmalısınız. Amma çalışın ki, çox da onları belə deyək də özünüzdən asılı vəziyyətə salmayasınız. Çünki onlarda bir növ arxayınlıq yarana bilər. Hər kəs özü öyrənməlidir. Evlilik təklif edəcəksiniz və yaxud alacaqsınız. Bununla da sevgilinizlə ömürlük bir bağ yarana bilər. İşdəki rəqibləriniz bugün pis əməllərinin nəticəsini alacaqlar. Vaxtınızı notebookda və yaxud da ki, televizorda film izləməklə itirməyin. Gün evlilik həyatınızın ən yaxşı günlərindən biri ola bilər. Ümumiyyətlə çalışın ki, daha ciddi və həyatınızla bağlı, xüsusilə də ailə həyatınızla bağlı olan məsələlərlə bağlı fikirləşin, qərarlar qəbul edin. Əkizlər, enerji ilə dolu olacaqsınız və qeyri-adi addımlar ata bilərsiniz. Bu həftə ailə üzvlərinizlə gəzintiyə çıxıb onlarla çoxlu pul xərcləyə bilərsiniz. Yumoristik xarakteriniz sizi ictimai məclislərdə məşhur edəcək. Bu yaxınlarda bir ürəyin qırılmasına səbəb olacaqsınız. Özünüzə inamınız artır və irəliləyiş göz qabağındadır. Həyatda sonradan peşman olacaqsınız. Tələsik qərarlar qətiyyən verməyin. Bu çünki həqiqətən sizin sonradan çox ciddi şəkildə peşman olmağınıza, peşmançılıq çəkməyinizə gətirib çıxara bilər. Evliliğinizlə bağlı vəziyyət həqiqətən əla görünür. Ümumiyyətlə çalışın ki, ailə üzvlərinizlə, övladınız varsa xüsusilə övladınızla vaxt keçirin. Çünki həm sizin, həm də qarşı tərəfin həqiqətən buna çox ehtiyacı var. Və həmin keçirmiş olduğunuz vaxt hər iki tərəf üçün xoşbəxtlik gətirəcək, sevinç gətirəcək və bir növ bu sizin aranızda olan həmin o bağın, bağlılığın daha da möhkəm olmasına gətirib çıxaracaq. Məni bütün gecədən səhərə qədər gözlər Məni görən kimi deyəcək mənə sözlər, xoş sözlər Onun mənə hissləri çox, mən ona doğma Ürəyi dünya boyda Allahım bu nə sevgidir, o məni çok sevir Necə qucaqlayaram indicə yanımda olsa Gözümü bağlasalar onu mən taparam harda olsa Gedəcəyəm yanına
könlümüz açılsın diye indi küçədəyəm, çıxıb gedəcəyəm, deyəcəyəm ona mən şirin sözlər üzü gülsün diye yanağından tutup öpəcəyəm. Çıxıb gedəcəm, gedəcəyəm. O məni bütün gecədən səhərə qədər gözlər, gözlər. Məni görən kimi deyəcək mənə sözlər, xoş sözlər. Onun mənə hissləri çox, mən ona qolmam. Onun ürəyi dünya boyda. Allah'ım bu nə sevgidir, o məni çox, çox sevir. Necə qucaqlayaram indicə yanımda olsa, olsa. Gözümü bağlasalar onu mən taparam harda olsa. Gidəcəyəm yanına könlümüz açılsın diye indi küçədəyəm, çıxıb gedəcəyəm, deyəcəyəm ona mən şirin sözlər üzü gülsün diye yanağından tutup öpəcəyəm. Değerli tamaşaçılar, davam edirik. Musiqi ruhun dilidir. Sözlərlə ifadə olmayan hisslərin dilidir musiqi. Showtime-ın ise kliplərinə, musiqilərinə çatan heç nə yoxdur. Bizi izləmədə qalın, ruhunuzu dincəldin, əhvalınızı daha da yüksək edin. Ən əsası isə gününüz xoş, mənalı, fərqli, maraqlı keçmiş olsun. İsmarışlarımız var, SMS-lərimiz gəlməyə başlayır. Kədərimi, sevincimi və xoşbəxtliyimi bölüşdüyüm ən yaxşı dostum. Ad günün mübarək. Gələcək hər günün əvvəlkindən gözəl, xoşbəxt keçsin. Əziz atam, ad günün mübarək. Dünyanın ən yaraşıqlı atası, səni çox sevirik. Doğum günün mübarək. Hörmətlə qızı Fəridə. Biz də təbrik edirik. Ümumiyyətlə, bugün doğum günü olan hər kəs ürəkdən təbrik edirəm. Yeni yaşınız sizin üçün uğurlu, fərqli, maraqlı, sevgi dolu və ən əsası sağlam gəlsin. Çünki insan həyatı üçün ən önəmli, vacib sağlamlıqdır. Mən də arzu edirəm ki, sağlamlığınız hər zaman öz yerində olsun. Hər zaman sevdiklərinizin əhatəsində bərabər problemlərdən uzaq bir həyat yaşayasınız. Münəvvər xanım yazır ki, bugün 50 illik ömrümdə bunu anladım ki, insan yalnız özünə dəyər verməlidir, özünü sevməlidir. Qalan hər şey boşdur. Yeni yaşımda özümə bunu arzu edirəm ki, Allah məni heç kimə möhtac etməsin. Ümumiyyətlə, Münəvvər xanımın sözünə qüvvət olaraq onu demək istəyirəm ki, insan ilk növbədə bəli, özünə dəyər, qiymət, hörmət etməlidir ki, qoy qarşı tərəfdə buna əməl etmiş olsun. Çünki insan özünə hörmət etmədikdə çox təəssüf ki, ətrafdan da bunu tələb edə bilməz. Hər zaman arzum budur ki, hörmət sahibi olasınız. Nərman yazır ki, Tovuzdan izləyirəm sizi. Bugün qardaşım Əlinin 11 yaşı tamam olur. Təbrik edirəm onu. Mənim hər şeyim, üzün hər zaman gülsün. Canın sağlam olsun. Əziz qızım, ad günün mübarək. Sən mənim həyatıma sevinç, sevgi və məna gətirdin. Sənin yüksəlişini və nailiyyətlərini görmək məni qürurlandırır. Mən həmişə sənin tərəfində və dəstəkçin olacam deyə izləyicimiz yazıb. Biz də bu təbriklərə qoşuluruq.
Sevda yazır ki, rəfiqəm, hətta deyərdim ki, artıq rəfiqədən də ötə bacım olan Fidan xanımın ad günüdür. 29 yaşı tamam olur. Arzum budur ki, artıq bu yeni yaşında ailə həyatı qursun, övlad sahibi olsun. Onu çox sevirəm, çox gözəl qəlbi var. Allah onun ürəyinə görə versin sözünü. O qədər inamla dediyim insandır ki, mən də arzulayıram ki, Allah bu həyatda hər şeyin ən gözəlini məhz onun ürəyi kimi gözəl nəsib etsin. Biz də amin deyirik. Sərdən gecə unudaray, uzanarım buludlara. Sənə yol çəkir gözlərin, amma o çəkir gözlərin. Yuxusuzam gecələrlə, gecə hərdən. Pəncərədə küləklər, pərdələrinə dəymə. Əsir əzin o, dalğalanır ürəyimə. Pəncərədə küləklər, pərdələrinə dəymə. Əsir əzin o, dalğalanır ürəyimə. Hava var, hava var, hava var, hava var, hava var, hava var, hava var. Ürəyinə yol tapdım, gedə-gedə çox atdım, axtardım o tadı, gözlər. Otaqda kölgələr, gözləyir gün gələr. Yuxusuzam gecələrlə, gecə hərdən. Pəncərədə küləklər, pərdələrinə dəymə. Əsir əzin o, dalğalanır ürəyimə. Pəncərədə küləklər, pərdələrinə dəymə. Əsir əzin o, dalğalanır ürəyimə. Hava var, hava var, hava var, hava var, hava var, hava var, hava var. Dəyərli əziz tamaşaçılar, bugün mövzumuz məhz təbiət hadisəsi ilə bağlıdır. Ən sevdiyiniz təbiət hadisəsi hansıdır? Bax, bunu bizimlə bölüşə bilərsiniz. Mən əslində bütün fəsilləri sevirəm və fəsillərə uyğun bütün təbiət hadisələrini də çox sevirəm. Həmin anın belə dəyərini, qiymətini bilməyə çalışıram. Ən əsası isə ondan zövq alıram. Və siz necə düşünürsünüz? 058-0717 WhatsApp nömrəmiz aktivdir. İsmarçılarınızı, mövzumuzla bağlı fikirlərinizi, ürək sözlərinizi, sevgi etirafınızı, salamınızı yazıb göndərə bilərsiniz. Mən də lazımlarını görmək, yaşadığınız yeri abadlaşdırmaq üçün münasib vaxt hesab edilir. Bir çox xanım xərçənglər bugün ən adi yeməkləri çox ləziz hazırlayacaqlar və xüsusilə də bunlar həyat yoldaşınızın çox xoşuna gələcək. Şir, özünüz planlaşdırdığınız, xeyli uğur əldə edə biləcəyiniz şəkildə idarə etməyə çalışın. Ətrafınızdakılar ya sizi işinizdən ayırır, ya tələsdirir, ya da gecikdirirlər. Bu isə sizi xeyli qıcıqlandırır. Çalışın ki, onlara əhəmiyyət verməyəsiniz, öz yolunuzda davam edin. Sizi yaxşı tanıyan, təcrübə və biliklərinizə güvənən insanlarla işləmək sizə rahatdır və biz də arzulayırıq ki, hər zaman qoy elə insanlar qarşınıza çıxsın.
Qız bürcləri kənar fikirləri başdan ataraq işə köklənmək də çətindir. Bir çoxları təklikdə yaxud ünsiyyətlərin sayını azaldaraq məhsuldar işləyə biləcəklər. Günün ikinci yarısında müsbət tendensiyaların təsiri artacaq. Bu zaman sürprizlər, xoş təsadüflər, maraqlı görüşlər mümkündür. Çoxdan ki bir münaqişəni də həll etmək şansınız var və bu işdə sizə dostlarınız və yaxud da ki ailəniz kömək göstərə bilər. Çalışın ki, onlar tərəfindən gələn məsləhətləri dinləyəsiniz və yeri gəldikdə onları əməl göstərməyiniz də sizin həyatınızda mühüm rol oynaya bilər. Eyni zamanda bu gələcək addımlarınızda da sizin üçün yaşıl bir işıq olacaq. Geçer yarın, seni sensiz sever yarın. Ama eşkine ihtiyacım var, çare yoktur gerek sensiz. Deyim dözsün yürek sensiz, deneyeceksen yarın mensiz. Benim sensiz dem kederim var, yar 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 yar. Etme bile yar, söyle senden özge kimim var. Ayrılığa özmür kalbim, gittin zarsa gözlerim ağlar. Yar 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 yar, etme bile yar, söyle senden özge kimim var. Ayrılığa özmür kalbim, gittin zarsa gözlerim ağlar. Bade bade içer yarın, öz ömründen geçer yarın. Seni sensiz sever yarın. Ama eşkine ihtiyacım var, çare yoktur gerek sensiz. Deyim dözsün yürek sensiz, deneyeceksen yarın mensiz. Benim sensiz dem kederim var, yar 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 yar. Etme
Dəyərli tamaşaçılar, gözəl bir klipdən sonra davam edirik. Bugün mövzumuz təbiət hadisəsi ilə bağlıdır. Ən sevdiyiniz təbiət hadisəsi hansıdır? Ümumiyyətlə, mütəxəssislərin, alimlərin araşdırmasına görə belə bir qənaətə, nəticəyə gəliblər ki, %100 insanların belə deyək, xarakterinə, əhval-ruhiyyəsinə hava şəraitinin öz təsiri var və xüsusilə də tutqun, yağışlı havadansa günəşli hava insanlara daha yaxşı müsbət təsir göstərir. Nəinki tutqun, yağışlı hava, amma eyni zamanda elə insanlar da var ki, məhz həmin yağışlı, tutqun havada özlərini daha yaxşı hiss edirlər. Hətta bir çox belə deyək, ədəbiyyat sevərlərin, incəsənət ruhlu insanların məhz həmin hava şəraiti çox işlərinə yaramış olur, faydalı olur onlar üçün. Çünki o belə bir söz var, ilham pəriləri məhz həmin hava şəraitində gəlir. Siz necə düşünürsünüz? 05801 0717 WhatsApp nömrəmiz aktivdir. Smartlarınızı yazıb göndərməyə unutmayın. Ad günün mübarək, arzu edirəm ki, həyatında heç bir çətinlik olmasın. Həyatdakı uğursuzluqların sənə ruh düşkünlüyü yox, əksinə hər şeyi yenidən başlamaq üçün təkan versin. Dəyərli rəfiqəm Aytac. Arzu edirəm ki, bugün arzuladığın bütün arzuların gerçəkləşsin. Gələcəyini düzəldən hər yeni gün bir əvvəlkindən daha gözəl, istəklərinə uyğun və səni xoşbəxt edəcək şəkildə olsun. Yanında deyiləm, amma qəlbimin ən dərin yerində bugünü səninlə keçirirəm. Ad günün mübarək sevgilim. Əziz anam, bugün sənin ad günün, mənim isə sevincli günümdür. Allaha hər gün şükür edirəm ki, sənin kimi bir ananı mənə qismət edib. Dünyadakı ən gözəl hədiyyələri yığıb qarşına qoymaq istəyərdim. Amma unutdum ki, mənim dünyam da, ən gözəlim də, hədiyyəm də sənsən. Ad günün mübarək. Yaşa, sev və gül. Bunlar əski olmasın həyatından. Yaşın neçə olursa olsun, xoşbəxt və şən yaşlara dəyərli bacım. Salam Nadir bəydi yazan, mən yaxın bir doğmamı təbrik etmək istəyirəm. Bir il daha bitdi, amma heç vaxt kədərlənmə. Zaman tez keçir deyə, unutma ki, hər kəs eyni şeyi yaşayır. Bu yaşının sonunda arxaya baxdığında ümid edirəm, möhtəşəm bir ildir deyərsən. Bütün arzularının gerçəkləşməsi diləyi ilə, neçə belə illərə. Sən həyata nə versən, həyat da sənə daha gözəlini verirmiş. Mən həyata nə verdim bilmirəm, amma mənə unutmadığım qədər dəyərli olan insanı verdi. Yaxşı ki, varsan, yaxşı ki, mənimləsən. Hər şeyim, səni çox sevirəm. Sizə hər yüksələn günəşdə bəsləyəcəyiniz yeni bir gün və batan günəşdə xoşbəxtliyinizə xoşbəxtlik qatacaq yeni bir gecə arzulayıram. Dəyərli Fidan xanım, çox təşəkkür edirəm. Hər dəfə bir təbriklər gəlirdi, bu dəfə də mənim üçün belə xoş söz gəldi. Çox sağ olun, təşəkkür edirəm. Var olun, dəyərli, əziz Showtime izləyiciləri. Mən də bu həyatda hər şeyin ən gözəlini, ən sağlamını, ən belə necə deyərlər, sevgi dolu günləri sizə arzu edirəm. Necə deyərlər, qəlbinizdə hər zaman sevgi çiçəkləri açsın. Ürəyiniz ilk növbədə, daha sonra isə o üzünüzdən, çöhrənizdən təbəssüm əski olmasın. Hər zaman sevin, sevilin və gülümsəməyi unutmayın. Gözlerimde güley var, narahatam sana göre geley ya. İçimde sen sağalmaz, sen adlı kanayan yaram var, geley ya. Mənə bir iş göster yalansız, düz baxım eşkin gözüne. Mənə bir iş göster zamansız, bitməsin öz-özünə. Mənə bir iş göster içində, sevgi tapılsın qum qədəri. Məni vuran sənidin, gecə olsa görərəm qaranlıqdan. Məni vuran sənidin, səni çıxarmışdım bataqlıqdan. Məni vuran sənidin, axı demişdim sənə mənəm qalan. Məni vuran sənidin, səni çox sevmişdi həmin adam. Məni vuran sənidin, gecə olsa görərəm qaranlıqdan. Məni vuran sənidin, səni çıxarmışdım bataqlıqdan. Məni vuran sənidin, axı demiş
mənə yaraşmaz. Ürəyimdə sakitlik, hüzün var. Mənə bir iş göstər, yalansız. Düz baxım eşqin gözünə, mənə bir iş göstər, zamansız. Bitməsin öz-özünə, mənə bir iş göstər. İçində sevgi tapılsın, qum qədəri. Məni vuran sən idin, gecə olsa görərəm qaranlıqdan. Məni vuran sən idin, səni çıxarmışdım bataqlıqdan. Məni vuran sən idin, axı demişdim sənə mənəm qalan. Məni vuran sən idin, səni çox sevmişdi həmin adam. Məni vuran sən idin, gecə olsa görərəm qaranlıqdan. Məni vuran sən idin, səni çıxarmışdım bataqlıqdan. Məni vuran sən idin, axı demişdim sənə mənəm qalan. Məni vuran sən idin, səni çox sevmişdi həmin adam. Bəli, əziz tamaşaçılar, gözəl bir klipdən sonra yenidən davam edirik. Özdə bürclərlə, bürcləri səsləndirmək istəyirəm. Görək ulduzlar bizə nələri vəd edəcək. Tərəzi bürcləri. Günün birinci yarısında diqqətsizlik, yüngül xasiyyətlilik və öz gücünü düzgün hesablamama səbəbindən çətinliklər yarana bilər. Bu dövrdə nahaq xərclər və maliyyə itkiləri gözlənilir. Çalışın ki, büdcənizdən, yəni pul xərclədiyiniz zaman onlara mütləq diqqət yetirəsiniz. Çünki gələcək zamanda müəyyən bir pul problemləri yarana bilər. Əqrəb, bugün yaxın keçmişin qaranlıq qalan məqamlarına da aydınlıq gətirə biləcəksiniz. Gələcək planlarınızı yenidən götür-qoy edin. Günün ikinci yarısında sabah müəyyən rahatlığı ilə həyatınız seçiləcək. Yaradıcı potensialınız bu dövrdə daha yüksək olacaq. Musiqi, ədəbiyyat, rəssamlıqla məşğul ola bilərsiniz və xüsusilə də incəsənətə maraq duyan insanlar sabah necə deyərlər sizin ilham pərlərinizin gəldiyi gün olacaq. Ox atanlar, bugünün hadisələrinə barmaq arası qətiyyən baxmayın. Çünki bugün həyatınızda çox önəmli hadisələr baş verə bilər. Çox əhəmiyyətsiz xırda bir şeyin uzun-uzadı davamı və böyük nəticələri ola bilər. Keçmiş tanışınızla təsadüfi görüş həyatınızda ciddi dəyişikliklərə səbəb ola bilər. Çalışın ki, həmin anı diqqətli olasınız, qarşı tərəfi incitməyəsiniz və doğru, düzgün anındaca qərarlar verəsiniz. Geri dönmesen ne kadar da seni istesem. Git geri dönmesen ne kadar da seni istesem. Sana sevgim ben otlu silah, gecikir tələsir elvidaya zaman. Sana sevgim mənə odlu silah, gecikir tələsir elvidaya zaman. Sözlərin ürəyə tikan var səbəbim, deyiləm qalan getmə qal. Sözünü desəm bilirəm axı çəkərik ziyan. Bax, qırılır qanadım, bu yolum daralır, sonuna alışıram. Bu dəfə gəlmə demədən
Sənə dur demədən sonuna barışıram. Sən həyatımda qara xət, altından çək həyatımı rənglədin. Və dünyamda müqəddəs adları pozan qəlbi mənim. Kimsə bacarmazdım mən üstümə silah qaldıran insanı sevəm. Duyğular savaşında susub qalandım mən, ateş açanı bu qədər sevəm. Bax, qırılır qanadım, bu yolum daralır, sonuna alışıram. Bu dəfə gəlmə demədən, sənə dur demədən sonuna barışıram. Sənə sevgim, mənə oldu silah, gecikir tələsir, əlvidaya zaman. Sənə sevgim, mənə oldu silah, gecikir tələsir, əlvidaya zaman. Get. Əziz dəyərli tamaşaçılar, bugün mövzumuz təbiət hadisələri ilə bağlıdır. Ümumiyyətlə, hansı təbiət hadisəsini sevirsiniz, daha sizin əhval-ruhiyyənizə təsir edəcək, yaxşı mənada təsir edəcək təbiət hadisəsi hansıdır? Bax, bununla bağlı fikirlərinizi 05801-0717 WhatsApp nömrəmizə yazıb göndərə bilərsiniz. Təkcə mövzumuzla bağlı fikirlərinizi deyil, eyni zamanda ürək sözünüzü, təbrikinizi, etiraflarınızı da məhz bizim vasitəmizlə qarşı tərəfə istədiyiniz ünvana çatdıra bilərsiniz. Bürclərlə davam edirəm. Oğlaq bürcləri düzgün qərarı anında verəcəksiniz. Demək olar ki, bugün səhv etməyəcəksiniz. İntuisiyanız çox güclüdür və hər zaman da belə deyək, bu sizin yolunuzda yaşıl işıqdır. Sizə nəyisə məsləhət görür, ipucu verirlərsə diqqətli olun. Bunların sayəsində yaxınlarınızla münasibətləri düzəldə bilərsiniz və yaxud da ki, bu məsləhətlər nəticəsində həyatınızda bir çox problemlər yarana bilər. Çalışın ki, diqqətli olun, verilən məsləhətlərə və vədlərə həmən inanmayın. Dolçalar, hər şey yaxşı olacaq. Bəzi xırda para xoşa gəlməzliklər ola bilər, amma siz o qədər enerjili və şənslisiz ki, bunlara əhəmiyyət vermirsiniz. Bəli, bir dolça bürcü olaraq bunu çox gözəl anlayıram, bilirəm ki, biz əhvalımız hər zaman şən olur, pozitivlik və bu pozitivlik sayəsində də məhz bir çox problemlərimizin öhdəsindən gəlməyi bacarırıq. Hər bir yeni başladığınız işdə uğurlarınız o qədər böyükdür ki, paxıllığınızı çəkənlərin sayı artmaqdadır. Amma siz öz qələbələrinizin bəhrəsini bölüşdükcə bu paxıllıq daha müsbət hisslərlə mütləq əvəz olunacaq və yaxud da ki, həmin insanlar heç vaxt sizin belə deyək, yolunuza daş qoya bilməzlər. Çalışın ki, özünüzə inanın, önə doğru iri addımlarla güvənli şəkildə bu həyatda qurmuş olduğunuz o nailiyyətlərə, arzulara çatın. Balıqlar, maliyyə və əmlak məsələlərinin həllinə bugün qəti olaraq yaxın durmayın. İtki və dəyərli əşyaların sınması riski var. İstənilən fiziki iş zamanı ehtiyatlı olun. Çünki fiziki iş zamanı Allah uzaq eləsin, müəyyən xəsarət ala bilərsiniz, müəyyən problemlərlə qarşılaşa bilərsiniz. Çalışın ki, onları da öhdəsindən gələsiniz, ehtiyatlı, tədbirli davranın və ən əsası sevdiklərinizlə vaxt keçirməyə çalışın. Çünki bu həm sizin, həm də qarşı tərəfin ən çox istədiyi, ehtiyac duyduğu anlardır. Unut ki yaşanacak ne kaldı sabaha. Bu sevginin katarı gitti gülüm gitti daha.
yaşanacak, ne kaldı sabaha? Bu sevginin katarı gitti gülüm, gitti daha. Bu ateşi, bu yangını yüreğimde çatıp gittin. Sen beni nefsine satıp gittin. Bir gereksiz eşya kimi hayatımdan at beni, unut beni, unut beni. Unut ki yaşanacak, ne kaldı sabaha? Bu sevginin katarı gitti gülüm, gitti daha. Unut ki yaşanacak, ne kaldı sabaha? Bu sevginin katarı gitti gülüm, gitti daha. Unut ki yaşanacak, ne kaldı sabaha? Bu sevginin katarı gitti gülüm, gitti daha. Unut ki yaşanacak, ne kaldı sabaha? Bu sevginin katarı gitti gülüm, gitti daha. Gitti gülüm, gitti daha. Gitti gülüm, gitti daha. Əziz dəyərli tamaşaçılar və bizə yenicə qoşulan tamaşaçılar, bir daha sizi salamlayıram. Bugün mövzumuz təbiət hadisələri ilə bağlıdır. Ən sevdiyiniz təbiət hadisəsi hansıdır? Sizin əhvalınıza xoş təsir edən təbiət hadisəsi hansıdır? Bax, bununla bağlı fikirlərinizi yazıb göndərə bilərsiniz. Mən isə doğum günü olan hər kəsi, xüsusilə də bizi izləyən tamaşaçılarımızı təbrik eləmək istəyirəm. Yeni yaşınız sizin üçün uğur, şans, sevgi, əminamanlıq gətirsin. Necə deyərlər, sevgi başınızın tacı, kədər isə ayağınızın tozu olsun. Hər zaman qəlbinizin gözəlliyi, saflığı kimi bir həyat arzulayıram. Təbii ki, ən əsası sevdiklərinizin əhatəsində olmağınızı diləyirəm. Siz də öz doğmalarınızın, əzizlərinizi təbrik eləmək istəyirsinizsə, bax, mənim təbrikimə qoşula bilərsiniz. Bunun üçün WhatsApp nömrəmiz aktivdir. Sadəcə yazmağınız kifayət edir. Əziz qardaşım, səni doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, taleyində sevincli, unudulmaz hadisələr daha tez-tez baş versin ki, ürəyin həmişə yaxşı və mərhəmətli olmağa çalışsın. Ruhun isə xoşbəxtliklə oxusun. Qoy bütün arzuların gerçəkləşsin. Hər gün həyatın sənə dolğunluq və məmnunluq gətirsin. Sevgi və dostluq, hörmət və anlayışla hər zaman qal. Və ən əsası, bu il artıq sənin ailə həyatı qurmağını arzulayıram. Bu həyatda bənzərsiz bir gözəllik varsa, o qəlbdədir. Qoy ömrünüzün qalan hissəsi ürəyinizin gözəlliyi kimi keçsin. Dəyərli müəllimə. Gülüş sənin gülüşün, ulduzlar gecən, xoşbəxtlik yalnız sənindir. O qədər xoşbəxt ol ki, gözündən axan yaş qədrini bilməyənlərə sədəqə olsun. Ad günün mübarək, əzizim deyə izləyicimiz bildirib. Həmayil xanım yazır ki, salam, mən müəlliməyəm. Bugün mənim tələbəm, gözəl qızım Təranənin ad günüdür. Onu ürəkdən təbrik edirəm. Üzü hər zaman gülsün. Dərslərində isə ona uğurlar arzulayıram. Müəlliməsinin sevimlisi. Yaxşı ki, varsa. Hər vaxtınız xeyir olsun Fidan xanım. Bugün mənim bacım Rəhlə xanımın doğum günüdür. Bu münasibətlə onu təbrik edirəm. Qardaşının ürəyi hər zaman xoşbəxt ol. Ailəsi ilə birlikdə hər zaman sağlam yaşamasını uca Rəbbimdən diləyirəm. Firuz yazır ki, bugün gözəllər gözəli anamın ad günüdür. Bu münasibətlə onu səmimi qəlbdən təbrik edirəm. Yaxşı ki, mənim anamdır. Onu çox istəyirəm. 100 yaşasın, hər zaman üzü gülsün. Hər vaxtınız xeyir olsun, Şəkidən yazıram. Bugün mənim anam Səmayə xanımın ad günüdür. Ona ailəmiz adından təbrik edirəm. Nə yaxşı ki var və hər zaman da başımızın üzərindən əski olmamağı arzulayıram. İsti nəfəsi hər zaman bizimlə olsun.
Bəli, əziz tamaşaçılar, artıq verilişimizin sonlarına doğru gəlib çatırıq. Amma mən vaxt itirmədən istəyirəm ki, sizdən gələn ismarçıların hər birini səsləndirim. Dostum Əhmədin bugün 39 yaşı tamam olur. Onu iş yoldaşları və bütün işçi kollektivi təbrik edir. Uzun, sağlam ömür arzu edirik. Yeni yaşında bütün arzuları reallaşsın və ən əsası illərdir arzusunda olduğu övlad payını Allah nəsib etsin. Balaca qızım Mirayın 3 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir. Babası Ehtiram, nənəsi Sevil, anası Nərgiz, atası Elmir bəy. Balaca Miraya uzun ömür, can sağlığı, gözəl və xoş bir il arzulayırıq. Atam Elsəvərin 62 yaşı tamam olur. Onu qızları, oğulları, nəvələri ürəkdən təbrik edir. Uzun ömür, can sağlığı arzulayırıq. İsti nəfəsi üzərimizdən əskik olmasın. Sevda xanımın dəyərli, sədaqətli, mehriban rəfiqəsi Ayan xanımın da bugün ad günüdür. Rəfiqəmə uzun ömür, can sağlığı və qadın xoşbəxtliyi, qadın səadəti arzulayıram. Məndən xoşbəxtliyin nə olduğunu soruşsalar, oğlum deyərəm. Bugün də məhz mənim xoşbəxtlik, sevinç səbəbim, ilk sevgim oğlumun doğum günüdür. Allah ona uzun, sağlıqlı ömür yaşatsın. Onun hər gülüşünə anası mən qurban olaram. Üzün hər zaman gülsün mənim gözəl balaca balam. Küsüb ürəyim sənlə barışmaz, divanələr əsla yalan danışmaz. Gözümdə, könlümdə inan təkcə sən, hara getsən bir zəngimə gələrsən. Küsüb ürəyim sənlə barışmaz, divanələr əsla yalan danışmaz. Gözümdə, könlümdə inan təkcə sən, hara getsən bir zəngimə gələrsən. Sevgimiz kucağla yardım seni silerdi kalbimiz. Küsüb ürəyim senle barışmaz, divaneler asla yalan danışmaz. Gözümde, könlümde inan təkcə sən, hara getsəm bir zəngimə gələrsən. Küsüb ürəyim sənlə barışmaz, divanələr asla yalan danışmaz. Gözümdə, könlümdə inan təkcə sən, hara getsəm bir zəngimə gələrsən. Bir mən olum, bir də yar, bir də sevgimiz, kucağla yardım səni silərdi qəlbimiz. Bir mən olum, bir də yar, bir də sevgimiz, kucağla yardım səni silərdi qəlbimiz. Bir mən olum, bir də yar, bir də sevgimiz, kucağla yardım səni silərdi qəlbimiz. Bir mən olum, bir də yar, bir də sevgimiz, kucağla yardım səni silərdi qəlbimiz. Bir mən olum, bir də yar. Bəli, dəyərli tamaşaçılar, gəlib çatdıq verilişimizin sonuna. Amma bugünlük sonuna, sabah eyni saatda, eyni məkanda bizi izləməyi unutmursunuz. Bugün mövzumuz təbiət hadisələri ilə bağlı idi. Maraqlı fikirlər irəli sürdünüz, öz fikirlərinizi, istəklərinizi, arzularınızı yazdınız. Təşəkkür edirəm hər birinə görə və hər gündə bax belə aktiv şəkildə ismarcılarınızı yazıb göndərməyi unutmursunuz. İlk olaraq isə özünüzə yaxşı baxın, əmin əllərdə olmağınızı diləyirəm, sevgi ilə qalmağınızı arzulayıram. Hələlik!
إنا أنزلناه قرآنا عربيا لعلكم تعقلون نحن نقص عليك أحسن القصص بما أوحينا إليك هذا القرآن وإن كنت من قبله لمن الغافلين Rollarda Mahmud Pakniyyət, Ketayun Riyahi, Mustafa Zamani, Cəfər Dehqan, Abbas Əmiri və başqaları. Senaryo müəllifi Fərəcullah Sələhşur. Quruluşçu operator Nasir Kavusi. Rəssam Fərhad Əlizadə Ahi. Səs operatoru Əhməd Əmiri. Bəstəkar Peyman Yəzdani. Səs rejissoru Rıza Nərmizadə. İstehsal müdiri Mühəmməd Sadiq Azin. Prodüser və rejissor Fərəcullah Sələhşur. Həzrəti Yusif. Kimə baş əyirsən? Züleyxa xanıma, Putifarın sarayının əzəmətli xanımına. Nə cah-cəlalı, nə də gözəlliyi qalan xanıma. Hər şey tükənib. Xanım, özünüzü bu qədər məzəmmət eləməyin. Siz bizim üçün həmişə Züleyxa xanımsınız. Hər gün həmişəkindən daha əziz. Kaş ki gələydiz. Bugün Amunhotep'in dəfn mərasimi idi. Xəbərim var idi, amma hövsələm yox idi. Bir də ki, mənim üçün nə fərqi var? Bu Amunhotep, ya başqa Amunhotep. Amma iştirak eləməliydiniz. Misirin bütün şərəfəti xanımlar oradaydı. Mənim qəlbimdə yalnız bir qəm evi var. Başqalarının qəminə şərik olmağa taqətim yoxdur. Bəs sabahki mərasimi neynəyəcəksiniz?
Tac qoyma mərasimini deyirəm. Orada iştirak eləmək fikriniz var? Vay. Sabahki mərasimdə iştirak eləməyə məcburam. Amma bəzənib düzənməyə, geyinib keçinməyə hövsələm yoxdur. Vay. Ayna Fred, indi Misirin birinci xanımı Nefertiti sayılır. Hə, özü də çox gözəldir. İndi görəcəksən Mərit Hatun. Bu Züleyxa da bu günə qalıb. Görürsən özünü nə günə qoydu? Eşitmişəm ki, 4-cü Amonhotep Amunun tanrılığına qətiyyən inanmır. Bəs niyə hökümdar Alixmaxnun da onun başına tac qoymasına razılıq verir? Bu bir mərasimdir, çarəsi yoxdur. Qədimdən bugünə dək başgahın və Misirin əzizi bu yerdə hökmdarın başına tac qoyublar. Əminəm ki, 4-cü Amonhotepin hakimiyyəti dövründə Misirdə çoxlu dəyişikliklər olacaq. O Amuna və məbədin tanrılarına inanmır. Elə bu da ona çətinliklər törədəcək. Ey Nilin müqəddəs ərazilərinin tanrıları, ey Misirin açılmamış sirlərinin, möcüzələrinin tanrıları, ey tanrıların tanrısı Amun, ey fironlara, hökümdarlara qüdrət, Nilə müqəddəslik və bərəkət, Misirə əzəmət, onun hərəmlərinə möhkəmlik bəxş eləyən Amun. Bizim cavan hökümdarımız qüdrətli 4-cü Amonhotepə bütün fironların qüdrətini, müqəddəs Nilin bərəkətini, Misirin əzəmətini, bütün hərəmlərin möhkəmliyini inayət et. Onu düşmənlərin qarşısında, eləcə də onunla əhd peyman bağlayıb, sonradan vəfasız çıxıb, xəyanət eləyib, çevriliş eləyənlərin üzərində Britaniyadan və Hicaza qədər ona üstünlük, imperatorluq və ağalıq bəxş elə. Bütün tanrılara ona himayəçi qərar ver.
Afərin İsmud. Sən bu evi tikməklə öz məharətini göstərdin. Mən bundan əvvəl memar idim. Misirdə çoxlu binalar tikmişəm. Bizim elə hamımız sənin kimiyik. Dünyanı qururuq və sonra da bu dünyanı qoyub gedirik. Bir mühüm xəbər var Yüzarsif. İnsanlar üçün dünyada ən mühüm xəbər ölüm və məhv olmaqdır. Elə deyil? Bəli, elədir. Hə, 3-cü Amonhotep dünyadan gedib. İndi 4-cü Amonhotep fironluq taxtına əyləşib. Bunu elə indicə yemək və çörəyin yükünü boşaldanda əskərlərdən eşitdik. Taxt və hakimiyyət miniyi həmişə sabitdir. Yalnız ona minənlər dəyişirlər. Bir gün birinci Amonhotep, o biri gün ikincisi, daha sonra üçüncüsü. Bugünsə 4-cü Amonhotep. Mən uşaqlığında onu görmüşdüm. Güman eləyirəm ki, öz sələflərindən daha xeyirxah olacaq. Eşidirsən İsmud? 3-cü Amonhotep də öz müvəqqəti evini tərk edib getdi.
İrəli.